Uşaq evində böyüyəsən, nə atan var, nə anam var, heç kimsən yoxdur. Böyük ümidlərim var. Bunu bir neçə aylardan sonra qəbullandım ki, həqiqətən də mənim sahib olacağım bir peşədir. Artıq mənim bir məqsədim var, yaxşı operator olmaq. Uşaq olanda hər kəs kimi mənim də böyük arzularım olub. Məncə elə bir adam yoxdur ki, öz gələcəyi ilə bağlı düşünməsin, xəyal qurmasın. Bəzən öz-özümə deyirəm, Nahidə, sən çox güclüsən, çox fərqlisən. Sən ən çətin işi belə bacaracağını sübut etməlisən. Bəlkə də elə buna görə idi ki, mən uşaq ikən qərar verdim ki, mən futbolçu olacağam. İllər keçdi, futbolçu oldum, milli komandanın üzvü oldum. Xarici klublarda oynamışam, 25 dənə ölkə gəzmişəm, ən yaxşı oyuncu adını almışam. Düşünürəm ki, o qurduğum xəyallarım bir çoxu reallaşmışdı. Yəni, oyunların birində dizimdən çox böyük zədə aldım. Futbolla vidalaşmalı oldum. Mən futbolla sağollaşanda, oturub ağlayanda, kimsə mənə gəlib başımı sığallamadı ki, yaxşı olacaq, gələcəyin daha fərqli olacaq. İstənilən halda hər bir uşaq nəsə bir uğur qazananda, nəsə bir hiss yaşayanda onu bölüşəcəyi bir insan olmalıdır. Mən istəyərdim anam olsun. Yıxılanda belə əlimi qaldırsın. Mən inanıram ki, futbol olmasın, başqa bir peşə sahibi olum. O peşəmdə də daha uğurlu olacam. Və o gün atam gec-tez ən azı düşünürəm ki, o mənim qızımdır deyəcək. İnsanlar nə qədər yıxılsa da qalxmağı o qədər də bacarmalıdır. Mən Şəkidən Bakı Dövlət Peşə Təhsil Mərkəzinə oxumağa gələndə, peşəmi operatorluq üzrə oxuyanda, kameraları, işıqları falan görəndə, studiyaya girəndə elə həyəcan basırdı məni. Bunu bir neçə aylardan sonra qəbullandım ki, həqiqətən də mənim sahib olacağım bir peşədir. Nə yaxşı ki, yolum 5 nömrəli peşə təhsil mərkəzindən keçdi. Bu mənim həyatıma çox rəng qatdı. Mədəniyyət və sənətkarlıq üzrə 5 nömrəli peşə təhsil mərkəzinin sinif otaqları bugün Space TV-nin çəkiliş studiyaları ilə əvəzlənib. Hazırda indi 2 ildir Space studiyasında işləyirəm. Bugündən sonra təsirli bir film çəkəndə onun sonunu quruluşda operator Nahidə Məmmədova oxuyacaqlar. Artıq bu xəyalı qururam. Bütün çətinliklərə rağmen bacaracam. Bugünə qədər bacarmışamsa, hansı bir peşə sahibi olmuşamsa, o peşədə uğur qazanmışam və bundan sonra qazanacağıma inanıram.